Nuriye Şakir Ağa Kərimoğlu 44 gün müharibənin şəhid atası, Nuri Xəyalın atasıyam. Nuri Xəyalın anası Layidə xanım vəziyyəti biraz ağırlaşdı, ağrıyırdı, möhkəm də, pis vəziyyətdə idi. Onu götürdüm, gəldim Uşaq klinikasına. Allah xoşbəxt xanımın canını salamat eləsin. Sağ olsun xoşbəxt xanım ki, bizi yaxşı qarşıladı, necə lazım müayinələri götürdü. Hər bir müayinə, qan müayinəsindən bütün müayinələr hamısı bizə endirimdən elədi, bizə hörmət elədi, həddindən artıq. Müayinələr də pulsuz idi. Bir qəpsiz. Mən buradan Azərbaycan həkimlərinin hamısına deyirəm, bir şəhid atası kimi. Siz gəlin xoşbəxt xanım kimi şəhid ailələrinin yanında olun, onlara kömək edin. Onların imkanı olmadığı vaxtda onları qəbul edin. Allah xoşbəxt xanıma can sağlığı versin. Mən gəldim, xoşbəxt xanıma Allah uzun ömür, can sağlığı arzu edirəm. Çox sağ olsun, pulsuz məni müayinə elədi.